Bir hədlinin əmsalı və dərəcəsi necə hesablanır? Gəlin baxaq. İlk növbədə verilmiş bir hədlini standart şəklə, yəni sadə hala gətirməliyik. Burada görürük ki, ədədlər həm 5-də 2, həm də 15 var. Biz bunları hesablasaq, yəni 15-i 5-ə ixtisar etsək, 3 alınır. 2-ni də 3-ə vurub 6 yaza bilərik. Yəni çalışırıq ki, ədəd vuruğunu qarşıda və bir dəfə yazaq. Daha sonra dəyişənlərə baxırıq. X-ı görürük ki, 2 yerdə iştirak edib. Burada x-in kvadratıdır, burada isə x üstü 1-dir. Bilməliyik ki, vurduğumuz zaman əsaslar eyni olanda üstlərini toplayırıq. Yəni bu 2 və bu 1-i toplayaraq 3 yaza bilərik. Ya da burada 2 dənə x vuruğu var, burada 1 dənə x vuruğu var. Ümumilikdə 3 dənə x vuruğu var. Daha sonra y yazırıq və z kubunu yaza bilərik. Artıq bir hədlini standart şəklə gətirmişik. Əmsalını rahatlıqla görə bilərik. Əmsal nədir? Standart şəkildə yazılmış bir hədlinin qarşıda yazılan ədəd vuruğuna əmsal deyilir. Yəni əmsalı 6-ya bərabərdir. Dərəcəsi deyəndə nə edirik? Dərəcə deyiləndə bütün dəyişənlərin, yəni bütün hərflərin üstlərini toplayırıq. Burada baxırıq 3 var. Əgər yazılmayıbsa, bu o deməkdir ki, dərəcəsi 1-dir və 3 var. Dərəcəsi deyəndə həmin üstləri toplayırıq və cavabımız 7 olacaq. Yəni verilmiş bir hədlinin əmsalı 6, dərəcəsi isə 7-yə bərabər olacaq.